Deməli, mezolit dövrü. Mezolit dövrü neçənci minillikləri əhatə eləyir? Orta daş dövrüdür. Eradan əvvəl 12-ci minillikdən e, Varsa 12-ci minillikdən 8-ci minillikləri əhatə əhatə edir. edir. Bəli, tamamilə haqlısan. Bu dövrdə insanların əsas məşğuliyyəti nə oldu? İbtidai maldarlıq idi deyəsən. İbtidai maldarlığın əsası qoyulur. Maldarlıqdan əvvəl. Əvvəl yığıcılıqdır, ovçuluqdur. Ovçuluq idi. Aydındır. Bəli, Mezolit bəli. dövrdə insanların həyatında çox böyük bir dənə kəşf oldu. Kəşf, hə. Deməli, burada şey olur, qadınlar e, toxumları şey elədilər, yəni Yox, yox, toxumların yox. böyüdüyünü Hələ o yox. Ora çatmıyor. Böyük bir dənə kəşf. İnsanlar nəyə kəşf eləyirlər mezolit dövründə? heyvanları Və əhilləşdirirlər. ox və kamanı. Hə, ox və kaman. Hə, Ay, sonra da və ox və bu kaman. Və ox və kamanın kəşfi nəticəsində nə baş verəcək daha sonra? sonra onlar heyvanları şey eləyirlər, əhilləşdirirlər. Həmin ovladıqları heyvanların balalarını əhilləşdirirlər ki, lazım ola bilər. Ay, sağ ol. Sonra Və bu da ibtidai nəyin sonra əsasını qoyacaq? İbtidai ibtidai maldarlığın əla. Və toxumların torpağa düşüb yetişməsi nəticəsində nəyin əsası qoyulacaq? yəni yığıcılıqla məşğul olan qadınlar kəşf eləyir ki, deməli toxumları atanda onlar yeni bir ərzaq əldə eləyə bilirlər. Bu Yəni istehsal torpaqda bəli, eləyirlər. istehsal. Ay, sağ ol. Deməli, mezolit dövründə ibtidai maldarlıqla ibtidai əkinçilik yaranması istehsal təsərrüfatına keçidin əsasını qoydu. Bəli, İstehsal təsərrüfatına keçidin əsasını qoydu. İnsanlar tərəfindən ilk əhəlləşdirilən heyvan hansı idi? it idi. İt. Belə bir maraqlı nüans da deyim. İlk dəfə kosmosa çıxan heyvan da it olub. İt olub. Hı. Ay, sağ ol. Bəli. Laika adında it. Laikanın cəsədi hələ də kosmosda fırlanır. Deməli. Və bu dövrdə ibtidai maldarlığın əsası qoyuldu, ibtidai əkinçiliyin əsası qoyuldu, ilk dəfə heyvanları əhəlləşdirmənin əsası qoyuldu və ilk dəfə əhəlləşdirilən heyvan it olmuşdu. Bu dövrdə kiçik, balaca daş alətlərdən istifadə edirdilər, müxtəlif həndəsi cisimlərə bənzəyirdi. Bu daş alətlər, kiçik daş alətlər necə adlanırdı? Çaxmaq daşı var idi. Sümükdən bir də əmək alətləri hazırlanırdı, Yox, onu deyirsiz? kiçik daş alətlər, kiçik. Kiçik nə deməkdir? Mikro. Daş nə deməkdir? Daş da litos deməkdir, düzdürmü? Bəli. Mikrolit. Mikrolit əmək alətləri, kiçik. Bəli, Aydındır. bəli. Sonra balıq ovlamaq üçün xarpun düzəldirdilər və axirət dünyasına inamları daha da artmışdı. Ölülərin yanına nə edirdilər? Büt Əşyalar qoyurdular. qoydular. Büt. Büt nədir? Aynı şan. Büt daşlara deyilirdi, həmin o daşlar. İbadət etmək üçün yonulan daşdan heykələ nə deyirlər? Büt deyirlər. Büt. Ay, sağ ol, bəli. Büt deyirlər, bəli. Mezolit dövründə yaşayan əhalinin məşğuliyyəti, həyat tərzi hansı marraların əsasında öyrənilib? Hansı yaşayış məntəqələrinin əsasında? Müəllim, sizə zəng gəlir, mən necə? Yox, mənə zəng gəlmir. Dəqiqə. Buyurun. Aha. Hə, üzrlü saymalı. Hə, problem deyil. Hansı marraların əsasında öyrənilib? Bir də deyə bilərsiniz sualı? Mezolit dövrü hansı Hı marraların hı. əsasında öyrənilib? Qobustan var idi. Qobustan yaşayış məntəqəsi və Bəli. Ee,
Qobustan idi, biri də və o idi. Qazaxda damcılı mağarası əsasında. Hə, danışdım. Həmin o bayaq dediyimiz mikrolit əmək alətləri var idi, balaca daş alətlər. Bəli, Bəli, həmin o balaca daş alətlər Qazaxda damcılı mağarasında tapılır. danışdım. Yaxşı, ay sağ ol. Ölülərin yanına məişət əşyalarını da qoyurdular. Qobustanda yallı rəqsləri falan var idi. Bəli, onlar daşların üzərində həkk eləyirdilər həmin Qobustanda yaşayan insanlar. Və orada qayaüstü rəsmlərdə həm də gəmi təsvirləri var idi. Bu gəmi təsvirləri də Vikinglərin təsvirləri ilə eyni idi. Yaxşımı? Hı. Ay, yaxşı. Bunu da bildik. Və 2007-ci ildə UNESCO tərəfindən Ümumdünya İrs siyahısına daxil edilib bu Qobustan qayaüstü rəsmləri 2007-ci ildə tarixi bir abidə olaraq. Aydındır? Bəli, 1966-cı ildə də tarixi bədii qoruğu elan edilmişdi. Tamamilə haqlısın. Yaxşı, yeni daş dövrü necə adlanır? Yeni daş dövrü neolit. Neolit adlanır. Bəli, neolit dövrü neçənci minilliklərə əhatə eləyir? Eradan əvvəl 8-ci minilliyin sonlarından 6-cı minilliyin ortalarına qədər. Ay, sağ ol. Bəli, düppələm düzdür. Və neolit dövründə təbii sərvətlərdən insanlar artıq istifadə eləməyə başladılar. Əkinçilik xeyli inkişaf elədi və torpağı nə ilə şumlamağa başladılar neolit dövründə? Torpağı onlar keçin belə heyvanların çənə sümüyünə keçinin buynuzlarını taxırdılar, eləsinə istifadə eləyirdilər. Adı nə idi bu alətin? Alətin adı. Oxa. Hə, Oxa. Kənd yerində yaşayırsan, Anişan? xeyr, mən Naxçıvanda yaşayıram. Şəhərdə. Bəli. Deməli, kartofların falan dibini doldurmaq üçün tapqa adlanan alət vardır. Ağacdır, ucunda beləncik dəmir var. Aydındır. Bax, o Bəli. dövrdə dəmir deyildi. Ağacın çubuğun ucuna heyvanların iri qabırğa sümüklərini və yaxud buynuz sümüklərini keçirdib bərkidirdilər. Onun nəticəsində torpağı onunla cızıb şumlayırdılar. Bu da adlanırdı toxa. Ona görə də bu dövrdə əkinçilik adlanacaq, həm də toxa əkinçiliyi. Əsas məşğuliyyət sahəsi nə idi? İnsanların əsas məşğuliyyət sahəsi. Onlar ovçuluqla, yığıcılıqla məşğul idilər. Bir də ki, oturaq həyat tərzi var idi. Köçəri həyat tərzi sürürdülər. Köçəri həyat tərzi sürməyiblər. Qatışdırmayaq. Və Neolit deyil. Neolit dövründə əsas məşğuliyyət sahələri əkinçilik və maldarlıq idi. Yaxşımı? Tamam. Bəli, əkinçilik, maldarlıq idi. Onlar oturaq həyat tərzi yaşayırdılar və çay kənarlarında yaşayırdılar. Yaxşı. Yaxşı, neolit dövrünə aid yaşayış məntəqələrindən danışdıqda Tovuzda biz hansı yaşayış məntəqəsini görəcəyik? Tovuzdan. Aha. Tovuzda Göytəpəni, Ağzəbəddə Kamil təpəni, Hə. Qazax bölgəsində, Qobustanda, Təbrizdə və bu dövrdə istehsal təsərrüfatı formalaşıb başa çatdı. Aydındır. İstehsal təsərrüfatına keçidin əsası qoyuldu. Mezolitdə formalaşdı, başa çatdı, neolitdə. Neolitdə. Yaxşı, bu dövrdə neolit inqilabı var idi. Neolit inqilabı nə idi? Ay Aynişan. Neolit inqilabı. Hə. Neolit inqilabı nə idi? Nələr daxil idi? Ümumiyyətlə inqilab deyəndə nə başa düşürsən? Yəni necə deyim bunu? Onlar insanlar daş alətləri deşməyi bacarmışdılar. Sonra onları elə bil cilalamağı öyrəndilər. Ay sağ ol. Daşları cilalayırdılar, deşirdilər, yonturdular. Bu. İkincisi, dəri işləmə və toxuculuq var idi. İnsanlar artıq özləri üçün paltar istehsal eləyə bilirdilər. Üçüncüsü isə Dulusluk yaranmışdı. saxsı qab istehsalı. Evet.
Və buna da Bəli, deyirlər müəllim. Neolit inqilabı, İnqilab. yenilik, yeniliyin meydana gəlməsi. Aydındır? Bəli. Yaxşı. Və toxuculuqda da iydən istifadə olunurdu. İy də adətən balığın qabırğa sümüyündən düzəldilirdi. O da ki, iynə rolunu oynayırdı. Da bir növ böyük iynələr var, iynə qıyıq kimi. Bəli. Ay sağ ol. Keçid dövrü. Neolit dövründən sonra gələn keçid dövrü. Mis idi, hə, mis daşdı. Necə adlanır bu dövr? Enolit. Enolit dövrü neçənci minilliklərə əhatə eləyib? Eradan əvvəl 4-cü minillikdən eradan əvvəl 4-cü minilliyin ortaları idi. 6-dan 4-ə kimi. Bax, fikir ver. Qarışdı. Mənfi ədədləri yazanda necə yazırsan? -10, -9, -8, -7, -6. Bəli. Eradan əvvəldə gələndə elə gəlirsən, yuxarıdan aşağı. Yaxşı, eradan əvvəl 6-dır. Ay sağ ol. İnsanlar ilk dəfə bu dövrdə metalla tanış oldu, düzdür? Bəli. Hansı metalla tanış oldular? Onlar siz ən birinci demişdinizə ki, yararsız vəziyyətdə idi metal. Yararsız vəziyyətdə deyil. Mislə tanış olmuş. Yumşaq idi. Mis yumuşaq idi. Bəli, o tokların Ona falan. görə heç nə bilmirdilər. Bəli. Evləri nə formada tikirdilər bu dövrdə? Əvvəlcə belə dairəvi idi, sonradan dördbucaqlı oldu. Dairə formada tikirdilər əsasən. Çay kənarında tikirdilər. Dördbucaqlı. Dən və möhrədən tikirdilər. Yerinə də həsir salırdılar. Aydındır. Ailələri ilə birgə yaşayırdılar və qoşa nişahə əsaslanırdı burada yaşamaq. Bu dövrün əkinçiliyi toxa əkinçiliyi adlandırılır və enolit dövründə bütün ev heyvanları əhəlləşdirilib başa çatdı. Sonuncu əhəlləşdirilən heyvan da at oldu. Sürülərdə də elə bil hamısı şey idi, əsas yəni onların hamısı ev heyvanları idi sürülərdə olanlar. Bəli, bəli. Əhəlləşdirilən ev heyvanları idi. Düppələm düzdür. Və belə qadının mövqeyi hələ də bu dövrdə möhkəm idi. Evet. Elə dini ayinlər falan icra eləyirdirlər. Mis dövrü bununla da misdaş dövrdə başa çatdı. Və gəldi yeni bir dövr, insanlıq tarixində yeni bir səhifə. Hansı dövr? Tunç dövrü. Tunc dövrü. İnsanlar tunc da metal idi da. Tuncu necə əldə elədilər insanlar? Onlar misə daha fərqli qatqılar, yəni daha bərk maddələr qataraq, metallar qataraq onlar tuncu əldə elədilər. Ay, sağ ol. Tunc da möhkəm idi. Dağılmırdı. İstədikləri formanı tunca verə bilirdilər. Ona görə insanların həyatında daşı tunc tezliklə neynədi? Əvəz elədi. Tunc dövrü bölünür neçə yerə? 3 yerə: erkən, orta, bir də ki son tunc dövrü. Tunc və yaxud erkən dəmir. Son tuncla erkən dəmiri elə bir yerdə götürürük adətən. Erkən tunc dövrü nə mədəniyyət adlanırdı? Erkən tunc dövrü Kür-Araz mədəniyyəti adlanırdı. Ay, sağ ol. Çünki o Kür-Araz ovalığında formalaşmışdı. Bəli, yəni materiallar əsasən Kür-Araz ovalığından tapılmışdı. Neçənci minilliklərə əhatə edir erkən tunc dövrü? Eradan əvvəl 4-cü minilliyin ikinci yarısının, eradan əvvəl 3-cü minilliyin sonlarını. Sonuna qədər, bəli, tamamilə haqlısan. Birinci ictimai əmək bölgüsü baş verdi bu dövrdə. Yəni iş sahələri, peşələr bölündü. Aydındır? Bəli, Ay, bəli. bəli. Hansı peşələr bir-birindən ayrıldı? İlk öncəliklə ana xaqanlığı demişdik. Yox, hələ ana xaqanlığı saxlayaq. Onu ictimai əmək bölgüsünə aid etmirik. İctimai əmək bölgüsündə əməyin, işin ayrılmasını biz deyəcəyik və burada da ayrılıb əkinçilik maldarlıqdan. Aydındır. Maldarlıqda köçmə yaylar maldarlığı meydana gəldi. Artıq maldar tayfalar köçüb, harda ot sahələri var, ora gedirdilər. Əkinçilikdə tox əkinçiliyini nə əvəz eləmişdi əkinçilikdə? Xış. Bəli. Nə qoşurdular? Onu belə yekə heyvanların, başqa heyvanlar. Və süni suvarma sistemi də meydana gəlmişdi.
Dini inanclarında Bəli, meydana gəlmişdi. Dini inanclarında ölüləri nə edirdilər? e, dini inanc. Ölüləri yandırırdılar, kollektiv şəkildə dəfn edirdilər. Evet, Aydındır. anladım. Kollektiv şəkildə dəfn eləyəndən sonra üzərlərində torpaqdan qəbir ucaldırdılar və bu torpaqdan təpədə adlanırdı Kurqan qəbir. Yaxşımı? Tamamen. Və xüsusi ibadət evləri də meydana gəlmişdi. Bu xüsusi ibadət evlərinin hansılarını biz tanıyırıq? Xaçmazda hansı ibadət evi var idi məsələn? Hmm. Şey, Şərqdə, Sərçər təpə idi. Qazaxda, Baba Dərviş, Naxçıvanda, e, Naxçıvan tam bilmirəm. birinci Kültəpə. Şey, Ay, sağ ol. Və bu dövrdə ana xaqanlığı nə etmişdi? ana xaqanlığı ata xaqanlığından əvəz olundu. Yəni çünki kişilərin edə biləcəyi işləri onlar qadınlar etmirdi. Ona görə də əvəz olundu. Ay, sağ ol. Və bu dövrdə bir neçə qəbilənin birləşməsindən nə əmələ gəldi? Qohum qəbilə oldu. Yəni tayfa yarandı uje. Tayfalara kimlər başçılıq etdi? Tayfalara, tayfalara ata xaqanlığı olurdu da. Ağsaqqallar. Ağsaqqallar. Bəli, ağsaqqallar Hə. başçılıq etdi. Orta Tunc dövrü. Orta Tunc dövrü neçənci minillikləri əhatə edir? Eradan əvvəl 3-cü minilliyin sonlarından, eradan əvvəl 2-ci minilliyin ortalarına qədər. Ay, sağ ol. Düppələm düzdür. Neçə il davam eləyib bu dövr? Eee, Eradan əvvəl 600 3-cü il, minilliyin ortalarına, yəni 600 ilə yaxın. 600 il davam eləmişdi. Hansı təsərrüfatda hansı yeni sahələr meydana gəlib? Təsərrüfat, Hı -hı. Bağçılıq, təs bostançılıq, üzümçülük, şərabçılıq. əkinçilik, şərabçı, hə. Bağçılıq, Mən bostançılıq, üzümçülük, şərabçılıq. onu yeni ilə qatışdırdım ya. Yeni də deyildi o. Yox, o Orta Tunc dövründədir. Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq. Hə, tamam. Ay, sağ ol. İkinci ictimai əmək bölgüsündə kimlər meydana gəldi? Tacirlər yoxsa İç sənətkarlar? sənətkarlar əmələ gəlir orada. Ay, sağ ol, bəli. Artıq bu dövrdə saxsı qabları neynəməyə başlamışdılar? Onlar saxsı qablar, yəni düzəldirdilər. Sonra Neol duluz çarxından geniş sax istifadə olunmuşdu. saxsı qabları qatışdırmayaq. Saxsı qabları neolitdə düzəltməyə başlamışdılar. Amma Orta Tunc dövründə duluz sobaları düzəltdilər. Duluz Və sobalar. duluz çarxından istifadə olunurdu. Arxı hələ Orta Tuncda deyil, qatışdırma. Tələsmə. Hı. Bəli. Orta Tunc dövründə duluz sobası düzəltdilər və bu duluz sobasında duluz qablarını bişirdilər. Bişirəndən sonra başladılar onları boyamağa və bu dövr adlandı boyalı qablar mədəniyyəti. Evet, Duluz çarxı son Tuncdadır. Yaxşı. tamam. Bəli. Deməli qabların boyanmasıdır. Bir də duluz sobasıdır. Orta Tuncdadır, amma duluz çarxı isə o son Tuncdadır. Oldu. Nə ticarəti meydana gəlmişdi? Mübadilə. Mübadilə ticarəti nə deyilir? Mübadilə. Pulsuz ticarətə mübadilə ticarəti deyilir. Məsələn, tutalım ki, sənin 1 kilo buğdan var, mənim 1 kilo ətim var. Sən mənə buğda verəcəksən, mən sənə ət verəcəm. Bu da oldu aramızda mübadilə ticarəti. Pul olmadı arada. Aydındır? Aynen. Və ilk şəhər mərkəzləri də meydana gəlmişdi bu dövrdə. Urmiyada Göytəpə, Naxçıvanda 2-ci Kültəpə, Oğlanqala, Qarabağda Üzərlitəpə, Nərgiztəpə və s. Və bu dövrdə böyük tayfalar bir-biri ilə ittifaq bağladılar və nə meydana gəldi? Tayfa ittifaqları meydana gəldi. Aydındır? Bəli. Yaxşı, son Tunc və erkən Dəmir dövrü neçənci əsrlərə əhatə edir bu dövr? O elə bil eradan əvvəl ikinci minilliyin sonlarından 4-cü əsrdən 7-ci əsrə qədər. Yaxşımı?
Mənim son tunc. Hə, Son Tuncdan erkən dəmir dövrü. Bir dəqiqə yazayım. İkinci minillikdir də elə. 14-cü əsr ikinci minillik. Yəni ikinci minilliyin sonlarından eradan əvvəl birinci minilliyin əvvəllərinə qədər. Ay, sağ ol. Hə, hə. Yaxşı. Üçüncü ictimai əmək bölgüsündə kimlər meydana gəlmişdi? Üçüncü ictimai əmək bölgüsündə. Tacirlər qrupu, tacirlər meydana gəlmişdi, yaxşımı? Tamam. Bu dövrdə atdan nə kimi istifadə olunurdu? Dəqiqə. Qoşqu və minik vasitəsi. Aya, ulduza, günəşə inam meydana gəlmişdi, ata sitayiş meydana gəlmişdi. Ölülərin qəbirlərinin üzərində kurqan təpələr uzaldılırdı. Ondan sonra şəhərlərin ətrafına, yaşayış məskənlərinin ətrafına qalalar çəkilirdi, müdafiə qalaları. Bəli, başqa mühasirə, yəni mühasirəyə alırdılar. Sağ ol, bəli. Bunlar da siklopik tikililər adlı. Çiy kərpicdən istifadə olunurdu. Yəni çiy kərpicdən hörülürdü. Bəli, düppələm düzdür və cəmiyyətdə sosial bərabərsizliyin dərinləşməsi, dəmirin istehsal edilməsi, beləliklə Azərbaycan ərazisində ibtidai icma quruluşunun dağılmasına gətirib çıxartmışdı. Və ibtidai icma quruluşunu dağılmasını dərinləşdirən səbəblər biz deyəcəyik ki, hansılar idi? Maldarlığın əkinçilikdən ayrılması, metal emalının inkişaf etməsi, izafi məhsul istehsalı, yəni çox məhsul istehsalı və qonşu ölkələrlə, xüsusən də Mesopotamiya ilə qurulan əlaqələr ibtidai icma quruluşunu nə etmişdi? Dağıtmışdı. Dağıtmışdı. Aydındır? Bəli, müəllim. Aha.